S26 Ultra çıxdı. Artıq dayılar, nənələr metroda baxanda telefonunuzu yandan görməyəcək. Çünki əvvəllər də dediyimiz kimi privacy display gəlir. Yəni telefonun ekranı bu funksiya sayəsində yandan baxanda görünmür. Hətta istəsəz bunu özəlləşdirə bilərsiniz. Məsəl üçün sırf hansısa proqramda görünməsin ya da bildirişlər görünməsin və s. Prosesor Snapdragon 8 Elite Gen 5 oldu. Amma sadə və plus modelində Exynos 2600 oldu. Onun da demək olar performansı buna yaxındır, amma bu daha yaxşıdır. Kamerada 1-2 cüzi şeydən başqa heç nə dəyişməyiblər. Mən daha böyük lensə malik daha yaxşı kamera gözləyirdim. Kameradakı ən önəmli dəyişiklik üfüqi sabitləmə funksiyasıdır. Yəni sanki gimbal-la çəkirik. Telefonu hara fırladırsınız, fırladın eyni yerdə sabitlənib qalır. Telefon bataryası hələ də 5000 mAh-də qaldı. Amma bu 5000-dən S25 Ultradakı 5000 eyni deyil. Prosesorun gücü və səmərəliliyi artdıqca batarya daha gec gedir. Həm də 60 wattda sürətli şarj gətiriblər. Dediklərinə görə 30 dəqiqəyə 75% yığır. Telefonda dünyanın ən böyük vapor chamber var. Yəni daha gec isinir. Bir də One UI 8.5 gəlir. Artıq ChatGPT-yə ümumiyyətlə ehtiyac olmayacaq. Çünki şəkillərin altında prompt yazıb o prompta uyğun düzəltmək olur. Hə bir də yeni Buds 4 və Buds 4 Pro çıxdı. Yaxşı, bəs siz bu dizaynları bəyəndiniz? Ümumiyyətlə sizdə hansı telefondur? Ay. Samsung-dur, şərhdə qeyd edildi.